Kivi yükü aparan nəqliyyat vasitəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edildi. Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Cənub Astara Gömrük postunda kivi yükü aparan nəqliyyat vasitəsinə stasionar rengen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki kivi yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 63 kq 790 qram xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.